neyrosiflis tam bir baş bəlasıdır. Təbii ki, bəzi hallarda neyrosiflis olur, yəni şəxsdə mərkəzi sinir sistemi, baş beyində və onurğa beynində tutulumlar olur, amma simptom verməyə də bilər. Amma bu o qədər də çox olmur. Əsas hallarda isə simptomlu olur. Yəni bu gördüyünüz dəhşətli dərəcədə mənzərə ilə müşahidə olunur və ən başda dediyim kimi son etapda, yəni neyrosiflis dönəmində artıq demensiya, bunama başlayır. Və təsadüfi deyil ki, 29-30 yaşlarında gənc gəlir xəstəxanaya, hansı ki bu gənc gəmiçilikdə işləyir, müxtəlif limanlarda, baxmayaraq ki tarixi anlayışda, amma yenə də öz aktuallığını qoruyur. İşləyən bir gəncdir, məhz gəlir, şikayəti nədir? Artıq qoca 80-90 yaşında bir insan kimi, belə deyək, xalq arasında başı getdi, beyni getdi kimi bir simptomlarla gəlir. Yəni düşünə bilmir, heç bir şey eləyə bilmir. Beyin artıq ona aid deyil və ömrünün qalan hissəsini də məhz bu şəkildə yaşayır. Çünki siflisi ilkin mərhələlərdə müalicə edə bilir.